Bakı 2015 Avropa oyunları bütün dünyada idman aləmində mühüm hadisə olacaq. Bu oyunların Bakıda keçirilməsi isə Avropa ailəsinin ölkəmizə böyük etimadının göstəricisidir. Günü-gündən müasirləşən və inkişaf edən Azərbaycan tez bir vaxtda minlərlə xarici qonağa qapılarını açacaq və mötəbər yarışlara ev sahibliyi edəcək. Ölkəmizdə baş tutacaq Avropa oyunlarında qitənin 49 ölkəsinin 6000-dən çox atleti 20 idman növündə öz qüvvəsini sınayacaq. Təbii ki, bu ərəfədə idmançıların rahat məşq etmələri üçün geyimlər, o cümlədən idman ayaqqabılarının da olması vacibdir. İdman ayaqqabılarının müxtəlif çeşidləri var. Ümumi fiziki hazırlıq üzrə keydaları, butsaları, 2 qat altlıqlı batinkaları, qaçış və yüngül atletika üçün olan ayaqqabıları misal göstərmək olar. Hər idman növünə görə düzgün ayaqqabı seçilməlidir. Basketbol krasovkaları tam başqa krasovkalarda onlar seçilir. Gəzmək krasovkasından, futbol, tenis krasovkasından seçilir. Basketbol krasovkaları müxtəlif olur. Alçaq olur, bir də hündür olur. Balaca oyuncular üstünlük verir alçaq krasovkalara. Çox hündür olmasın, topuqdan aşağı. Hündür oyuncular öz seçimlə edirlər uzun krasovkalara. Son modellər, krasovka modellər çəksi yüngül olduğuna görə üst krasovkanın üstün çalışırlar parçadan eləsinlər ki, çəksi yüngül olsun da. Amma altı rezin olur, o biri krasovkalardan seçilir də basketbol krasovkaları. Rezin elə olur ki, taxtada sürüşməsin. İdman ayaqqabılarından gündəlik həyatda da istifadə olunur. Seçim edərkən model və rəngdən öncə onun rahatlığına və keyfiyyətinə diqqət etmək lazımdır. İdman ayaqqabıları aldıqda ilk növbədə biz nəyə baxmalıyıq? Ayaqqabının daban hissəsi, burun hissəsi, altlığı, içliyi, dil hissəsi və iç olan materialı. Daban hissəsi eyni zamanda lazım olan qədər bərk olmalıdır ki, İnsan addım atdıqda ayaqqabı daban hissəsindən çıxmasın və eyni zamanda lazım olan qədər yumuşaq olmalıdır ki, daban hissəsi əzilməsin. Burun hissəsi lazım olan qədər, idman ayaqqabıda lazım olan qədər üzü yuxarı baxmalıdır. Bu addım zamanı insana daha çox asanlıq və qaçış zamanı sürət artırır. İdman ayaqqabıları ayağı zədələməməli, təhlükəsiz olmalıdır. Seçim edərkən ayaqqabılarda sökük, yarıq formasında hər hansı bir qüsurun olmamasına içliyə xüsusi diqqət yetirilməlidir. Təbii materialdan hazırlanan tərliyin olması əsas şərtdir. Əgər ayaqqabı dəri materialı və dəri və ona bənzər materiallardırsa, biz bunu necə ayıra bilərik? Adicə barmağımızın üstə basıb qıraqla qırışlar əmələ gəlir. Əgər koja zəminiyyetildirsə, dəri əvəzləyici materialsa, həmən qırışlar əmələ gəlməyəcək. Əgər material bizdə sintetik materialdırsa, məsələn, qubqadır, qubqa ola bilər, hansı bir parça nəvi ola bilər. Mütləq biz parçanın və qubqanın keyfiyyətinə baxmalıyıq. İlk şəkildən mütləq barmaq vasitəsilə yoxlamaq olar. Bu məhsulu alarkən uyğunluq sertifikatını tələb edin. Unutmayın, aldığınız uyğunluq sertifikatı olmayan ucuz və keyfiyyətsiz idman ayaqqabıları sizi yarı yolda qoya bilər.